Allah sizə can sağlığı versin. Allah razı olsun. Hava halal elə, çox sağ ol. Birinci növbədə bir insan kimi həqiqi mənada deyirəm. Sizinlə tanış olmağa şad oldum. Çünki o qədər gözəl insansınız, gözəl balasınız ki, yəni tam səmimi deyirəm. Nə bilim, yaxşı mənada deyim, bəlkə də aydan gələn bir insansınız. Mən çünki bu zamananın adamısınız ha, mən demirəm bu zamana adamı. Amma necə var göründüyü kimi bir insansan. Allah razı olsun. Allah zəhməti bitirməsin. Amin. Allah elə ki, valla bu naziri yerinə sən ol. Allah nəsib etsin. Bəli. Valla Azərbaycan bir sənəcə dirçələr, sizi kimi oğullardan. Tək o nazir yox, bütün nazirlər hələ siz düşüncədə, siz əqidədə olsa Azərbaycan o qədər irəliləyiş olar ki. Valla hər kəsə öz yerində olsa, nə bilim, Azərbaycanın milləti çox gözəldir. Mən nə bilim, aya uçarı şadlıqlarından ayaqlar yerə dəyməz. Amma təəssüf. Allah tutmaqlasın. Arzu edirəm ki, daha yüksəklərdən gəlsin səsi. Şəxsən mən öz payıma deyirəm, ailəmlə bir yerdə sizə baxıb fərəhlənək. Allah razı olsun. Bir daha təşəkkürlər. Buyurun. Var olsun bağında sənin. Yəni onları da Allahdan da yoluna gətirsinlər. Yəni o şey nə demirəm, sənə qarşı yəni gözəl fikirləri olsun. Allah yenə deyirəm, sizi kimi insandan əksik eləməsin. Vallahi çox gözəl. O qədər mənə zövq verdi. Dərs prosesi o qədər çox maşallah olsun, savadlısınız. Allah razı olsun. Yəni olmuşam mən münasibətdə, yəni nağara müəllimlərinə, mən demirəm, mən indi əstəğfurullah, təhmasib məmnundan da vəziyyətdə olmuşam. Amma sizin dərs izahınız o qədər mənə ləzzət elə. Təhmasib mən bizdə kursda dərs deyim də. Amma belə pis çıxmasın, bəlkə də siz onu çox istəyirsiniz, mən də çox istəyirəm bir insan kimi. Amma siz ona çox irəlidəsiniz. Təşəkkür edirəm, çox sağ olun. Bir daha çox sağ olun, xoş oldu yenə sizləri tanımaq. Allah sizə can sağlığı versin. Yaşımdan çox stajı olan şəxslərdə bu sahədə xoş söz eşitmək həqiqətən də xoşdur. Bir daha minnətdaram. Çalışıram ki, nələrsə eləyim. Elə sizlərin sayəsində ki, sizlər bu aləti və yaxud da bu prosesi gətirib çatdığınız bu səviyyəyə qədər. Təbii ki, indi zamanla bəzi şeylər adam itirir, qüvvə itirir. Ailə deyirsiniz, misal üçün mən özüm də o ailənin içində hələ uşaqlarla görürəm ki, çox çətindir hər bir şey eləmək. Mümkün qədər çalışırsınız, çabalayırsınız. Allah sizə inşallah xeyirli, uğurlu attestasiya prosesi nəsib eləsin. İnşallah canınız sağ olsun. Allah qoysa öyrətdiyim heç bir şey attestasiya proqramında sizə lazım olmaz. Çox rahatlıqla keçərsiniz. Amma tədrisdə geniş istifadəyə verərsiniz və mümkün qədər də daim suallar yaranar, həm uşaqlarda, həm sizdə. İstəyirsiniz ki, inşallah daha da maariflənib, daha da dərinlə dalasınız. Ömrünüz yetdiyi qədər inşallah savadlı, bilikli kadrlar yetişdirərsiniz. Yenə də dediyim kimi, xoş sözlərə görə təşəkkürlər. Allah nəsib eləsin, xoş günlərdə görüşək. Amma istərdim ki, Allah nəsib eləməsin ki, əlavə xərc ödəyib təzədən dərsə başlayasınız. Amma sual və xahişlərinizi və yaxud da istəklərinizi təbii ki, ön planda çalışacağım ki, cavablandırım. Allah bol qazanc yetirsin. Allah sağlam yaşayış nəsib eləsin. Allah balanı saxlasın. Özünüzə müayət olun. Allah amanında olun.